Exeter Universitetinin professorunu dəvət eləmişdi bura. Əmək haqqlarının yuxarı olmağı, ölkənin bəlkə də ən müasir binası burdadır. İnfrastruktur inanılmaz səviyyədə. ACE sertifikatı üzrə bizim bir tələbəmiz F9, yəni Financial Management üzrə dünyanın 5-ci oldu artıq çox yeniləmələr gedir. Tələbələrin gələcəyi üçün çox yaxşı işlər görülür. Salam, mən Qarabağ Universitetinin Biznes və İqtisadi fakültəsinin müəllimi Şəfiq İsa. Hansı fənlər üzrə tədris aparırsınız? Mən əslində mühasibat və maliyyə sahəsi üzrə mütəxəssisəm. Həm vergi dərsləri, mühasibat üzrə dərslər və maliyyə üzrə dərsləri keçirəm. Hansı tip abituriyentlər mühasib olmalıdır? Bu sual əslində qalsa 2-3 ildir ki, ölkənin gündəmindədir. Bəziləri deyir mühasibat ixtisası artıq bitəcək, bəziləri deyir ki, tam tərsi. Bununla bağlı fikrimi deyə bilərəm ki, əgər gələcəkdə data analitika, AI-ya maraqlı olan yoldaşlar varsa, eyni zamanda riyaziyyata sevgisi olan yoldaşlar varsa və ofis işlərində sıxılmırsa, bu şəxslər mütləq şəkildə mühasibata yönəlməlidir. Çünki mühasibat tərəfində rəqəmlərlə işləyəcəklər və burada mütləq şəkildə kompüter bilikləri onlar üçün çox önəmlidir və sənədləşmə, ciddi disiplinli sənədləşmə işlərinə çox diqqətli olmalıdırlar və bunun üçün də ofis işində işləməkdən sıxılmayan şəxslər olmalıdır mütləq şəkildə. Biznes və İqtisadiyyat fakültəsində hansı ixtisaslar mövcuddur? Bizim fakültəmizdə hazırda 8 ixtisas var. Bu ixtisaslardan 5-i ingiliscə tədris olunur, 3-ü isə Azərbaycan dilində. Maliyyə, iqtisadiyyat, mühasibat, beynəlxalq ticarət və logistika və biznesin idarə olunması. Bu 5 ixtisasımız ingiliscə tədris olunur. Dövlət bələdiyyə idarə olunması, menecment və turizm üçün təşkil isə Azərbaycanda tədris olunur. Biznesin idarə edilməsi ixtisasını bitirən tələbələr hansı işlərdə işləyə bilər? Biznes idarə olunmasına bağlı ixtisas bizim üçün bu il ilk il olacaq və bunun üçün də yeni biz addımlar atdıq. Bəlkə də artıq sosial şəbəkələr görünübdür. Exeter Universitetinin professorunu dəvət eləmişdi bura. Proqramımız birgə quruldu ki, beynəlxalq səviyyəli bir ixtisas yaradaq və bu həqiqətən də uğurlu alındı. Proqramı çox yaxşıdır. Biznes idarə olunması əslində qalsa beynəlxalq səviyyədə marağı ordadır ki, bu digər ixtisasların idarə etmənin kökü kimi sayıldığına görə tələbələr biznes idarə olunmasına qəbul alırlar və 4 il oxuduqdan sonra anlayırlar ki, mən hansı sahəyə yönəlirəm və magistrini artıq önü açıqdır ki, hansı tərəfə yönəlmə şansları var. Mən deməli biznesin maliyyə tərəfinə maraqlıymışam, vergi tərəfinə maraqlı ola bilərəm, idarə etmə tərəfinə maraqlı və magistrda seçmək üçün çox rahat. Və eyni zamanda biznes idarə olunması məlum məsələdir ki, özəl sektorda gələcəkdə öz biznesini, öz idarə etmə qurumunu yaratmaq insanlar üçün məncə bir nömrəli ixtisas sayıla bilər. Maliyyə ixtisası ölkə üzrə hal-hazırda sizdə məlum olduğu kimi ölkə üzrə ən yuxarı reytinqə sahib olan ixtisasdır. Əlbəttə ki, bunun əsas səbəblərindən biri maliyyə sektorunda əmək haqqlarının yuxarı olmağı, eyni zamanda beynəlxalq sertifikatların olması ki, insanlar bu beynəlxalq sertifikatı alandan sonra beynəlxalq səviyyəli kadr olma şansları yaranır və əmək bazarının güclənmə şansları. Və bu baxımından maliyyə ixtisası hal-hazırda ölkə üzrə ən populyar ixtisas sayılır və məlumdur ki, bütün gənclər ilk seçimini adətən ondan tələb edirlər. Amma bununla yanaşı deyə bilərəm ki, iqtisadiyyat ixtisası da çox populyardır ölkədə. Hansı ki, gənclərimiz akademik yazılara, məqalələrin yazılması, elmi araşdırma aparılması, dövlətin iqtisadi siyasətində yer almaq, dövlət idarə olunmasında inflyasiyaların, statistikanın ölçülməsi kimi rəqəmsal datalarda maraqlıdırlarsa, bunlar mütləq şəkildə iqtisadi ixtisasını seçməlidirlər. Və eyni zamanda bəzi insanlar belə bir yanaşması var ki, iqtisadiyyat bütün ikinci qrup ixtisasların köküdür, oradan yönəlmək olar. Amma mən bunu tövsiyə eləmərəm, tam tərsi. Akademik sevgisi olanlar, araşdırma sevgisi olanlar iqtisadiyyat yönəlsə yaxşı olar. Eyni zamanda bizdə beynəlxalq ticarət və logistika ixtisası var. Bu ixtisas da bizim üçün çox əhəmiyyətli bir ixtisasdır və bunun üçün özəl bir proqram hazırladıq. Eyni zamanda bununla bağlı müəllimləri dəvət elədik. Ölkə səviyyəsində sizin də məlum olduğu kimi Azərbaycan hal-hazırda Avropa ilə Asiyanın arasındakı bir koridor kimi çox əhəmiyyətli bir ölkədir və burada da logistikanın qurulması ən önəmlidir və dövlət tərəfindən də bu sahədə əmək bazarında kadrlara həqiqətən də saysız ehtiyac var. Əlbəttə ki, bu beynəlxalq səviyyəli bir kadr olmalıdır və bizdə bununla bağlı işlər görülür. Beynəlxalq səviyyəli Çin, Amerika proqramlarına baxaraq yeni bir proqramlar tətbiq olunmuşdur ki, eyni zamanda bununla bağlı beynəlxalq sertifikatlara çıxışımız olacaq bir proqram hazırlanmış. Bu ixtisasların tədrisi digər universitetlərlə müqayisədə nə ilə fərqlənir? Bunu mən həqiqətən də çox ürəklə və qürurla cavab verə bilərəm ki, ilk öncə Qarabağ Universitetində biz bir ixtisasın keyfiyyətini artırmaqdan 4 istiqamətə baxırıq. Müəllim heyətinə baxırıq, təhsil proqramına baxırıq, tədris metodikasına baxırıq və infrastruktura baxırıq. İnfrastruktur haqqında məncə danışmağa ehtiyac yoxdur. Siz də gördüyünüz kimi bu binalarımız yeni binadır. Artıq ölkənin bəlkə də ən müasir binası burdadır. İnfrastruktur inanılmaz səviyyədədir. Eyni zamanda sizə də qeyd etdiyimiz kimi bəzi ixtisaslarda, amma ümumi deyə bilərəm ki, biz bütün təhsil proqramlarımızı İngiltərənin, əsasən Avropanın və beynəlxalq ticarət və logistikanın Çinə uyğunlaşmaq belə nəzərə alsaq, bütün beynəlxalq proqramlar müasir proqramlardır ki, beynəlxalq səviyyədə güclü transkriptə sahib olmaq, güclü diploma sahib olmaq və müasir tələblərə cavab verici bir proqram qurulubdur. Eyni zamanda müəllim heyətimiz
çox möhtəşəm bir müəllim heyətimiz var. Hansı ki, müəllim heyətimiz demək olar ki, artıq 70% bizim müəllim heyəti xarici təhsil almışlardı. Digərləri isə ölkə səviyyəsindəki əsas üstün kadrlardır ki, onlar da bura dəvət alıblar. Amma artıq növbətildən bizdə eyni zamanda xarici müəllimlər də olacaq. Yəni Amerikadan dəvət almış, yəni bu Amerika vətəndaşı olan müəllimlər, eyni zamanda digər ölkə vətəndaşı müəllimlər belə dəvət olunacaq. Yəni müəllim kadrlarımız da çox güclüdür. Hansı ki, bizdə müəllimlərin çoxu da gənc müəllimlərdir. O fakültəmizin orta yaşı 37-dən aşağıdır. Yəni bu da özü bir təsir göstərir. Digər təhsil metodikası dedim. Bizdə Blackboard sistemi var ki, hansı Blackboard sistemi bilirsiniz ki, Avropanın əsas learning management sistemlərinin içində ən məşhurlardır və biz də ondan istifadə edirik. Eyni zamanda bizim hər bir müəllimimizin özünün ayrıca bir otağı var. Orada tələbələr məsləhət saatları təşkil olunması, tələbə yönümlü dərslərin təşkili, interaktiv dərslər olması və hər bir tələbəyə onların akademik fəaliyyətlərinə dəstək ola biləcək akademik heyətimizdə onlara xidmət göstərir. Yəni bu 4 dənə istiqamətin hamısını paralel kombinasiya şəkildə qurmağa çalışmışıq ki, və bu da Qarabağ Universitetinin həqiqətən də beynəlxalq səviyyədə təhsil verməsinə icazə verir. Universitetin kampusu tələbələrə hansı imkanları təqdim edir? Əslində qalsa bizdə bəzən olur, insanlar bir aparıq göstərir nə gözəl binamız var. Sonra da onun qapıları ya bağlanılır ya da çox az istifadə olunur. Burada tam tərsidir. Bizdə çox istəyirik ki, hər yerdə, hər bir daşı, torpağı, hər bir avadanlığı mütləq şəkildə bizim gənclərimizdən istifadə olunsun. Və sizə qürurla deyə bilərəm ki, bizim bu yaxınlarda gənclərimiz bura gəldi. Mən çox böyük bir muştuluq xəbər vermək ki, İsa müəllim muştuluğunu verin və artıq kitabxana saat 6-da bağlanmayacaq. Axşam saat 10-a qədər açıqdır. Bir iki tərəfdə bu mənə qürur vericidir. Deməli biz kitabxana sistemini elə yaxşı qurmuşuq. Yəni onlar üçün yaxşı kitablar qoyulub. Dərs oxumaq üçün yaxşı bir aura yaradılıbdır ki, gənclərimiz burada vaxt keçirmək istəyir. Digər tərəfdən isə gənclərimiz deməli artıq kamilləşməsi, təhsil nə qədər önəmli olduğunu bilirlər ki, kitabxananın açıq olmağı onlar üçün belə deyək də muştuluqdur və bu mənim üçün çox xoşdur. Kitabxanamızla bağlı hazırda əlavə eləmək olar ki, hazırda gördüyünüz kimi bu bizim oturduğumuz yer, gördüyünüz kimi bizim kitablarımız da burada var və inanın ki, bu kitablara biz çox böyük pullar xərclənilibdi. Hətta demək olar ki, bəzi kitabların qiymətləri $8, $400 kitablar var və biz bunları həm müəllimlərimizə çox ciddi məsləhətləşdiririk ki, hansı ədəbiyyatlar bizim tələbələr üçün xeyirli olar və eyni zamanda dünya üzrə ən belə deyək də yararlı, ən müasir dərslər hansılarsa onları gətirmişik və bunun üçün də təkcə bu kitabxanamızın özü yox, binanın özü də 2 hissədən ibarətdir. A bloku var, B bloku var. A bloku tamamilə tələbələrimizin xidmətindədir. Tam müasir formada dərslərin keçirilməsi üçün auditoriyalar hazırlanıb. B blokunda isə 2 hissəyə bölmək olar. İlk 2 mərtəbəsi tələbələrimiz üçündür. Sakit oxu zallarımız var ki, tələbələr orada gedib sakit oxuya bilərlər ya da bu möhtəşəm kitabxanamız və sizə dediyimiz kimi bütün tələbələr yetərsiz olacaq səviyyədə və müasir kitablarımız da var. Bədii ədəbiyyatlarımız belə var burada və digər 3 mərtəbəsi bizim müəllim kollektivimiz akademik heyətlə bağlıdır və bütün akademik heyətin hər birinə tək-tək otaqlar verilibdir ki, tələbələr məsləhət saatı olsun ki, bəzən dərsdə auditoriyada suallar verə bilməsələr, müəllimlərlə yanaşıb şəxsi belə münasibətdə şəxsi sualların verilmə şansları yaradılsın. Və eyni zamanda akademik heyətimizin məqalələrin yazılması olsun, işlərin görülməsində onlara mühit yaradılıbdır ki, onlar da öz işlərini rahat görə bilsinlər. Dərslər nə dərəcədə çətindir? Bizim tələbələrlə bağlı belə bir yanaşmamız var. Xoşuma gələn bir tərəf var ki, tələbələrimizin burada sosial vaxtlarında birgə keçirmə şansları çox böyükdür. Necə? Birincisi dərsdə bir yerdə olurlar. Dərsdə bir yerdə vaxt keçirirlər. Sonra kitabxanamız ona qədər açıq. Gəlib burada ona qədər dərs oxuya bilərlər. Amma oxumaya da şansları var, amma oxuya bilərlər. Və saat 10-dan sonra gedirlər yataqxanada, hamı bir yerdə qalırlar. Deyirlər müəllim biz danışmışıq ki, bu gün filan kəsin otağında yığılacağıq, saat 3-ə qədər orada filan şey hazırlayacağıq. Bu sözlərə baxanda adam düşünür ki, bu uşaqlar ancaq oxuyurlar. Əslində qalsa elə bir şey deyil. Bizim xoşumuza gələn nədir? Qarabağ Universitetində tələbələrə dərsdən başqa layihələr, təqaüd proqramları, burada könüllülük proqramları və yaxud da ki, bildiyiniz kimi Şuşada çoxlu beynəlxalq tədbirlər baş tutur və burada da əlbəttə könüllü şəkildə və yaxud da ki, orada müəyyən iştirakçı bizim tələbələrə yer verilir və bizim tələbələrdə bunun imkanlara görə dolu-dolu bir həyatlar olur. Bəzi təqaüd proqramı hazırlaşır, bəzi beynəlxalq sertifikatlar almaq üçün hazırlaşır və bunda qürurla deyə bilərəm ki, ACE sertifikatı üzrə bizim bir tələbəmiz F9, yəni Financial Management üzrə dünyanın 5-incisi oldu artıq. Digər bir tələbəmiz isə Qafqaz birincisi oldu. Yəni ki, Türkiyə, Gürcüstan, Azərbaycan birgə Qafqaz birincisi. Hətta 20 yaşlı olmağına baxmayaraq ACE tərəfindən webinar təşkil olundu və webinar vermiş səviyyəyə qalxdı. Yəni bununla bağlı, yəni bizim gənclərimizin oxuma səbəbləri burada auditoriyalarda sadəcə bütün gün onları oxutmaq kimi deyil. O qədər geniş imkanlar var ki, və onlar da bu imkanlardan yararlanmaq üçün məsələn bir şirkət buna təqaüd verir. Hansı 150 manat, 200 manat, 300 manat təqaüd şirkətdə var. Bunu almaqda öntəri ayrı yarışırlar. Sertifikat alacaqlar, ölkə birincisi olacaqlar və yaxud da ki, respublikadan kənarda Qafqaz birincisi olurlar. Həmin onlar elə bil ödənişə geri qaytarılanlar var. Ondan belə istəyirlər ki, qoyaq Allah ki, biz geri qaytarırız. Belə şərtlər var. Amma xoşuma gələn bizdə ən əsas məsələlər var. Beynəlxalq sertifikatlar demək ki, tələbələrimiz hazırlaşmırlar. Deyirlər ki, universitetdə keçirilən dərslər kifayət edir ki, biz o sertifikatlara imtahana girə bilək. Bu bizim üçün çox böyük bir qürurdur.
budur ki, biz gənclərə bu şərait yaratmışıq. Yəni gənclər oxuma səbəbləri müəllimin buna keçdiklərinin həqiqətən də yararlı və bunun gələcəyinə bir yatırım hiss edirlər, yəni özləri oxumaq istəyirlər və bunun çox xoşdur. Əslində qalsa, mən düşünürəm ki, bizdə dərslər beynəlxalq səviyyəyə uyğunlaşdırılıb deyinə. Əgər ona uyğun gənclərimiz burdadırsa və gənclər bəzən iki yerə ayırmaq olur da. Bəzi gənclərimiz bundan çox razı və deyir ki, çox asandır müəllim, elə dərsdə öyrənirik, evdə biraz var və imtahana da hazırlaşmır. Bütün semestr boyu siz bizə birinci çalışma elətdirirsiniz, çalışma yox quiz elətdirirsiniz, quiz yox mütləq elətdirirsiniz də zəncir var gəldən görə və biz hiss eləmirik oxuduğumuzu. Bəzi gənclərimiz əlbəttə ki, bilirsiniz ki, onlar deyir ki, bu çox çətindir, biz çatdıramırıq. Bizi kimlər nəsə bir tutmayın deyə gənclərimiz də var və bunu da qarşılamakdan ötəri biz də dediyimiz kimi tələbə yönümlülüyü inkişaf elətdirmişik ki, iki istiqamətdə. Oxuya bilməyən və ya çatdıra bilməyən, həvəssiz olan tələbələri cəlb edib onlara fərdi danışırıq ki, yararlarını başa salaq. Amma bir tərəfdən də elə tələbələr var ki, çox yuxarı potensialı var. Biz narahat qalarıq ki, bu adama bu yetməz. Potensial bəlkə əlavə bir şey var. Buna yeni nə qata bilərik? Onu da üstə araşdırma aparırıq. Yəni iki tərəfə bölünərək hər iki tərəfi belə deyək də rast salmağa və ya tənzimləməyə çalışırıq. Əlimizdən gələn qədər bəli. Bunun içində kökündə bizə motivasiya durur. Tələbə onun mahiyyətini başa düşəndə istər-istəməz ruhlanır. Bir kökündə onu əlavə eləmək istəyirik hər zaman. Məzun olduqdan sonra tələbələri hansı karyera imkanları gözləyir? Bununla mən bir dəfə bir söz demişdim. Bu çox yerdə paylaşmışdılar. Mən də belə bir söz deyirəm ki, Qarabağ Universitetinin tələbələri iş axtarmayacaqlar, iş seçəcəklər deyə bir sözüm var. Bunun da əsası nədir? Mən sizə deyim, çox xoşuma gələn bir şey olmuşdu. 2 epizod deyəcəm sizə. Tələbə bura qəbul olanda məndə İsa müəllim. Biz dedilər ki, siz buranın birinci il məzunları olacağınıza görə hamımızı işlə təmin edəcəyik. Həqiqətən təmin edəcəklərmi? Biz buna inanırıq. Dedim, okey, bilmirəm, araşdırarıq. Artıq 2 il keçib, tələbə biri qorxaraq İsa müəllim artıq da deyirlər bizi işlə təmin edəcəklər. Düzdür o. Deyirəm olsun da. Deyir ay mənim yox mən onsuz artıq 2-3 şirkət məni dəvət mən istəmirəm axı. Artıq tələbə həqiqətən başa düşdü ki, burada aldığı təhsillə işini axtarsın ki. Və ikinci bir epizod var idi. Tələbələr bir şirkət təqaüd proqramından bizim maliyyə mühasibat ixtisaslarımızın 8 tələbəsi o təqaüdü qazandılar. Hər ay onlara 150 manat stipendiya verəcəkdilər. Ondan sonra yayda işə dəvət edib internship kimi bunları öyrədəcəkdilər və sonda da işlə təmin edəcəkdilər. Və mən çox xoşuma gəldi. Gəldim gənclərə dedim ki, gənclər sizə təbrik edirəm ki, bu təqaüdü qazanmısınız. Halal olsun. Dedi, mənim təbrikə ehtiyac yoxdur. Dedim, niyə? Biz ora getməyəcəyik. Dedim, niyə? Deyir, mənim görmüsünüz, deyir ki, axırda siz işlə təmin edəcəyik. Biz onları işləmək istəməyə bilərik axı. Yəni artıq tələbəmiz başa düşdülər ki, bunlar onsuz da iş həyatında çox rahat iş tapma şansları var və eyni zamanda bizim artıq 3-cü kurs tələbələrimiz Deloitte, PwC kimi böyük şirkətlərdə, hətta Bakı Fondbucan şirkətlərində artıq təcrübədədirlər. Artıq bizə feedbacklər gəlir. Hətta bəziləri deyirlər ki, artıq bu tələbəni biz işdə saxlamaq istəyir deyə biz qürurlanırıq ki, bizim tələbələr artıq indidən, yəni o qurtarmadan artıq əmək bazarında bir kadr kimi görsənir. Ona görə mən düşünmürəm ki, Qarabağ Universitetinin məzunlarının iş tapmaq üçün bir çətinlikləri olsun. Bu universiteti seçmək istəyən abituriyentlərin ən çox tərəddüd etdiyi məqamlar hansılardır? Mən əslində qalsa bura gələn abituriyentlərin tərəddüdlərini əvvəllər mən səhv fokuslamışdım. Düşünürdüm ki, bizim tələbələr düşünəcəklər ki, orada məsələn məzun yoxdur, görən dərslər necə keçilir, reytinqlərdə nə yer olar və biz də bunun üçün beynəlxalq bir qurum yaratdıq. Beynəlxalq qurumlarla, yəni universitetlərlə əməkdaşlıq elədik, proqramı ona uyğunlaşdırdıq. Bizim tələbələr hal-hazırda ölkə olimpiadalarında ölkə birincisində, ölkə ikincisində özü 1 ildə yox, 2 ildə ardıcıl bizim tələbələr olur. Akademik heyət güclənildi. Artıq burada proqramı gücləndir. Dedim bu okey. Yəni bizim tələbələr bunu bilirsə, artıq abituriyentlər bunu belə deyək də, buna uyğunlaşacaq və bəyənəcəklər. Amma mən gördüm ki, bizim tələbələrdə ikinci bir məsələ var. Sosial həyat fəaliyyətlərindən bağlı bir məsələ var ki, bu tərəfdə tələbələr narahat edir buranı seçməməkdən. Məsələ nədir? Tələbələr deyir ki, orada sosial həyat çox zəifdir. Yəni bizim əylənməyimiz üçün aktivitetlər yoxdur. Amma burada da tələbələr 2 yerə bölünür. Mən birinci səviyyəli tələbələri düşündüm ki, onsuz da bura onlar üçün uyğun olacaq. Nə mənada? Biz burada tələbələrin sosial həyatları var. Hansı ki, 10 dəqiqəlik məsafədə bunlar dağlara, çaylar, bir gənclik əylənmək üçün yerlərə gedə bilərlər. Bircə fəaliyyətləri var. Onları təşkil edə bilərlər. Amma bəzi tələbələr məsələn bizdən soruşurlar ki, müəllim, orada filan restoran var, orada filan əyləncə var. Özə bu belə deyək də, oxuyan tələbənin yox da daha rahat həyat keçirəcək bir tələbənin istəyidir və daha rahat bir tələbənin istəyinə uyğun, bəlkə burada siz demiş, artıq yeni qurulan bir şəhər olduğuna görə hal-hazırda yoxdur. Amma bu gələcəkdə siz də məncə gələndə bura ətrafı gördünüz ki, artıq çox yeniləmələr gedir. Tələbələrin gələcəyi üçün çox yaxşı işlər görülür. Amma hazırki vəziyyətdə daha çox aktivitelərə, daha çox belə deyək də, sosial əyləncə həyatına maraq göstərən tələbələr üçün maraqlı olmaya bilər. Amma bizim üçün də bu da təbii seçmə üsuludur. Biz bura gələn tələbələrə dediyimiz kimi beynəlxalq səviyyədə kadr eləmək istəyirik və beynəlxalq səviyyədə kadr olmaq üçün tələbələrdə sağlam sosial həyat istəyirik. Son olaraq,
Bizə və abituriyentlərə nə demək istərdiniz? İlk öncə sizi bura gəldiyinizə görə, bu sualları, bu məlumat işğalınıza görə minnətdarlığımızı bildiririk. Abituriyentlərə isə sözüm odur ki, gələcəyin karyerasında rahat və əmin addımlar irəliləməkdən ötəri Qarabağ Universiteti həqiqətən də bir nömrədir. Çünki burada alacaqları təhsil, müəllimlərin yanaşması və müasir proqramlarla iş tapmaq ehtimalları, yəni çox yuxarı səviyyədədir. Amma biz yalnız iş tapmaq yox, eyni zamanda beynəlxalq kadr yaratmaq üzərində işləyirik və 1 ildən, 2 ildən sonra burada daha böyük işlərin olacağını biləcəklər və indidən onun bir parçası olmağa dəvət edirlər. Çünki sonradan çətin ola bilər.